Xeyir olsun. Bugün mən sizə üz dərisindəki qırışlara qarşı maska təqdim etmək istəyirəm. Demək, bu maska həm qırışlara qarşıdır, həm cavanlaşdırıcıdır, üzə təravətləndirir, dərini uşaq dərisi kimi yumşaq edir, eyni zamanda ağardıcı rol oynayır. Görürsünüz, mənim maskam hazırdır. Çünki mən artıq bu maskanı 3 gündür istifadə edirəm. Xeyrini görürəm, çox gözəl, mükəmməl nəticə verir. Ona görə istədim ki, bunu çəkim sizinlə paylaşım. Gördüyünüz kimi artıq 3 gündür istifadə edirəm. Yenə də bunun tərkibində bal var. Ona görə də xarab olmur. Rahatlıqla belə sərin havalarda otaq temperaturunda saxlayıb üzünüzə istifadə edə bilərsiniz. Demək, bunun üçün lazımdır bizə 1 xörək qaşığı bal, 2 xörək qaşığı süd, 1 xörək qaşığı soda və 1 çay qaşığı darçın. Bütün məhsulları, belə ərzaqları qarışdırırsınız. Hamısını qarışdırıb həll edirsiniz. Qoyursunuz otağınızda münasib bir yerə. Hər gün bunu üzünüzə istifadə edirsiniz. Təbii ki, göz ətrafını qorumaq şərti ilə. Göz ətrafına bunu vurmaq olmaz. Üzünüzün hər yerinə, alnınıza bunu istifadə edirsiniz. 10-15 dəqiqə saxlayırsınız və sonra iluq su ilə yuyursunuz. İnanılmaz gözəl nəticə əldə edəcəksiniz. Çünki mən xeyrini görürəm. Əgər bala allergiyanız yoxdursa, rahatlıqla istifadə edə bilərsiniz. Xarab olması neçə gün çəkər, düzü mən bu barədə deyə bilmərəm. Çünki birinci dəfədir mən də istifadə edirəm və bunu sizinlə paylaşıram. Ancaq 3 gündür vururam və çox gözəl nəticə əldə edirəm. Sizə də məsləhət görürəm, gözlə görüləcək qədər xeyrini görəcəksiniz siz də inşallah.